Xoş gördük. Zümrüdlə addım-addım yenə görüşünüzə gəlib. Mən bu podkast haqqında düşünəndə fikirləşmişdim ki, yəqin ki, ən son müraciət eləyəcəyimiz mövzulardan biri xəyanətdir. Ta ki, bu yaxınlarda eşitdiyim bir hekayəyə qədər. Rəfiqələrimdən biri çox ziyalı, çox hörmət etdiyimiz həyat yoldaşının təsadüfən sosial şəbəkəsində yazışmalarını görüb və bu say həddindən çox idi. O üzgündür və həyat yoldaşına olan illərlə sədaqətini və inamını sorğu-sual etməyə başlayıb. Deyir ki, başqası mənə bunu göstərsə inanmazdım ki, belə ziyalı, belə alicənab bir insan yüzlərlə, minlərlə xanıma sevgi etirafları edib, xoş sözlər yazıb və çox yaxşı ki, çox az faizindən geri dönüş alıb və onlarla bilmirik. Bu sadəcə sosial şəbəkə ilə yekunlaşıb ya yox. Amma bu hekayə məni vadar etdi ki, bugün xəyanət haqqında danışam. Əlbəttə ki, mən sadəcə sual verən tərəf olacağam. Suallarımın cavabı isə klinik psixoloq Fuad Əsədovdadır. Xoş gəlmisiniz. Xoş gördük. Mən sizinlə bu mövzunu biraz müzakirə etdim və gördüm ki, bizim çox oxşar və həm də fərqli fikirlərimiz var. Xəyanət hansı hərəkətin adıdır? Biz hansı hərəkəti xəyanət adlandıra bilərik? Çox sağ olun. Elə başlanğıc olaraq yaxşı bir sualla başladıq. Ümumiyyətlə, biz burada əgər xəyanət adını istifadə eləyiriksə və bunu hətta pis bir hərəkət kimi, yəni əxlaqi davranışlara zidd bir hərəkət kimi qəbul eləyiriksə, o zaman birinci aydınlaşdırmamız lazımdır ki, tam olaraq bu işin hansı tərəfi xəyanət sayılır və ümumiyyətlə əxlaqsız tərəfi hansı tərəfdir? Bütün bilirsiniz ki, bizim bugün gündəlik həyatımızda istifadə elədiyimiz sosial əxlaqi normalar hamısı təkamüllə yavaş-yavaş zaman içərisində seçilibdir və bu davranışlar o davranışlardır ki, bizim həyatımıza yaxşı təsir göstərirlər. Məsələ əslində necədir? Bütün dünyadakı canlıların, xüsusilə məməli heyvanların, hansı ki, insan da bir məməli heyvandır, ən böyük instinktlərindən biri çoxalmaq instinktidir. Hətta ən birinci bizim ən güclü instinktimiz yaşamaq instinktidir, ondan sonra gəlir çoxalmaq instinkti. Dolayısıyla insan beyni həmişə onu yönləndirir, mümkün qədər çox insanla münasibət qurmağa və çox insandan uşaq dünyaya gətirməyə, çünki bu zaman o genlərini yaya biləcək. Amma burada belə bir problem yaranır. Təsəvvür eləyin ki, biologiya qadın və kişini fərqli yaradıbdır. Qadınlar əkiz uşaq dünyaya gətirmədikləri sürəcə ildə sadəcə bir uşaq dünyaya gətirə bilərlər. Amma kişilər üçün belə bir limit yoxdur. Kişilər istədikləri qədər bir il ərzində bəli, uşaq atası ola bilərlər. Və bu bioloji fərqdən doğur ki, qadınlar özlərinə namizəd seçərkən və yaxud da özlərinə kimisə yaxın buraxarkən daha seçici olurlar, daha çox filtrdən keçirirlər. Çünki o, belə deyək də, bir haqları var onların. Amma kişilər daha şorgöz olurlar. Bu, Loru dildə desək. Bioloji bu, necə deyərlər, ədalətsizlikdən doğaraq kişilər daha şorgöz olurlar. Olan beyni onları sağa-sola baxmağa daha çox yönləndirir. Amma burada başqa problem yaranmağa başlayır. Problem orasındadır ki, bir kişi əgər müxtəlif qadınlarla münasibət yaşasa və çoxlu qadından uşaq dünyaya gətirsə, o uşaq həyatda qala bilmir. Çünki bir uşağın həyatda qala bilməsi üçün xüsusilə son 100 il, 200 ilə qədərki dövrdə iki valideynin də onun yanında olması lazımdır ki, iki valideyn bir yerdə onun həyatda qalmasını təmin eləyə bilirlər. Və bu zaman çoxlu uşaq dünyaya gətirmək mənasız bir şeyə çevrilir. Və beləcə olur ki, 100 min illər bundan əvvəl ailə yaranmağa başlayır. İnsanlar qərar verirlər ki, biz bir nəfəri tapmışıqsa, elə biz həyatımızı bir yerdə yaşayaq və ondan doğulan uşaqlarımızı ikimiz də onun yanında olaq, yaxşı baxaq ona, onlar həyatda qala bilsinlər. Və beləcə olur, ailə və monoqamiya yaranmağa başladı. Dediyiniz kimi, bəli, kişilərin tarixdən gələn, biologiyadan gələn belə haqları var. Bəs hisslər işin içinə qarışmırmı? Biz böyük şeirlər, nəğmələr, kinolar, filmlər, əsərlər yazmışıq sevgi haqqında. Sevgi həm də çoxluğun içindən aza tabe olmaq demək deyilmi? Hisslər, sevgi, ülvi dəyərlər və s.
bunlar şairlərin istifadə elədiyi sözlərdir. Elm adamlarının istifadə elədiyi sözlər daha çox kimya elminə aid terminlərdir. Biz istifadə edirik dopamin, serotonin, melanin və sair və bizim bütün hisslər dediyimiz şeylər sadəcə beynimizdə baş verən kimyəvi reaksiyaların təsiridir və insanda vazopressin deyə bir hormon var. Bu vazopressin hormonunun miqdarı bəlli eləyir ki, siz sədaqətli bir insan olursunuz, yoxsa xəyanətkar bir insan olursunuz. O nə hormonudur? Sədaqət hormonu deyə bilərik ona. Kişilərdə daha çoxdur, qadınlarda? Dəyişir, yox, belə bir şey yoxdur. Hər iki cinsdə də çox və ya az ola bilər amma daha çox həzz almaya yönəlik bir hormondur və eləcə də insanın sədaqətli olub olmayacağını müəyyən edən bir hormondur. Məsələn, dünyanın ən sadiq canlıları tarla siçanlarıdır. Niyə görə? Çünki onlarda vazopressin hormonu çoxdur. Onlar heç vaxt xəyanət eləmirlər öz yoldaşlarına, belə deyək. İnsan, bayaq mənim izah elədiyim kimi, poliqamiyaya meyl eləyən, xüsusilə kişi, yəni insanında xüsusən kişiləri poliqamiyaya meyl eləyən, amma monoqam olmağa məhkum olunmuş canlılardır. Biz belə deyim ki, tarix kişiləri elə alınıb ki, biz qərar tarla siçanına çevirib. Çevirməyə çalışırlar, bəli. Onlar isə mübarizə aparırlar ki, biz tarla siçanı olmaq istəmirik. Yox, mübarizə aparmırlar. Çünki dediyim kimi, dünyada böyük çoxunluq tərəfindən qəbul olunan budur ki, okey, ailə və monoqamiya yaxşıdır, növün həyatda qala bilməsi üçün. Ona görə də bu artıq qəbul olunub və görürük bugün dünyanın hər ölkəsində ailə deyə bir anlayış var. Bəlkə bu institutları bir-birindən nələrsə görə fərqlənə bilərlər, amma ailə hər yerdə var. Bəli. Və xəyanət həmişə kənara çıxmadı. Yəni poliqamiya artıq norm deyil, normadan kənara çıxma hesab olunur. Ona görə də bütün hüquq sistemlərində xəyanət səbəbli boşanma xəyanət edilənin lehinə işlənir də hüquqda, mülkiyyət bölgüsündə və s. Buna görə. Amma məsələ burasındadır ki, bütün bu şərtlər, tarixi şərtlər, bioloji şərtlər, sosial şərtlər, özəlliklə sosial şərtlər insanı məcbur elədi ki, yenə deyirəm 100 min illər bundan əvvəl insanı məcbur elədi ki, o monoqam olsun. Amma onun bir gözü həmişə poliqamiyadadır və insanın o bir gözünü poliqamiyadan çəkib monoqamiyaya gətirmək üçün yaradılır müxtəlif sosial normlar, sosial dəyərlər və s. Bilirsiniz ki, xəyanət edən insanlar həmişə bəhanələrə sığınırlar. İndi sizin dediyiniz bu fikirlər onların əlinə böyük bir bayraq verməyəcək ki? Bilirsiniz, xəyanət etməyəcək bir insan bu podkastı dinlədikdən sonra xəyanət etməyəcək yenə də, bundan əmin ola bilərsiniz. Xəyanət edəcək insansa zaten xəyanət edir. Bəs xəyanətə meyilli olub nədənsə çəkinənlər? Yəni, bilmirəm, xəyanətə meyilli olub nədənsə çəkinənlər bu podkasta baxdıqdan sonra əgər gedib xəyanət eləyəcəklərsə, mən onlara tövsiyə eləyərəm ki, başqalarının fikirlərindən bu qədər asanlıqla təsirlənməsinlər. Həmişə öz mövqelərini daha çox güclü saxlasınlar öz içlərində. Amma baxın, başqa bir şey demək istəyirəm mən sizə. Bu məsələyə bizim əgər sağlam reaksiya verməyimizdən söhbət gedirsə, biz sağlam reaksiyanı bilmək üçün, verə bilmək üçün hər zaman bilgiyə ehtiyacımız var və bilgi bizə nə deyir? Bayaq dediyim kimi, bilgi bizə onu deyir ki, bu sədaqət, xəyanət məsələsi hormonlarla bağlı bir şeydir, tamamilə beyin və bədən kimyası ilə bağlı bir şeydir və bu beyin və bədən kimyasına nə təsir göstərir? Bizim genlərimiz və sədaqətsizlik genlər vasitəsilə də yayılan bir şeydir. Yəni, məsəl üçün, bir ailədə kişi qadına xəyanət eləyirsə, onun oğlunun da xəyanət eləmə ehtimalı bir o qədər yüksəkdir. Bu haqda gəlin daha ətraflı danışaq. Bəzi ailələrdə ata xəyanət edir və yaxud da ki, bu xəyanəti təəssüf ki, indi tək kişinin əyninə geyindirmək olmaz. Görürük ki, eşidirik ki, xəyanət cinsə bölünmür. Bəli, böyük fərqi etibarıyla sevindiricidir ya üzücüdür, bilmirəm. Kaş xəyanəti heç kim etməyə, amma edirsə, xəyanəti qadınların etməməsi daha sevindiricidir. Belə deyim, Fuad bəy, ata xəyanət edirsə və yaxud da evdə, ailədə ana xəyanət edirsə, bu ailənin uşaqları xəyanətə daha çox meyilli olurlar, yoxsa tam əksinə xəyanətin zərbəsini, mənfi tərəflərini görüb bundan daha çox uzaqlaşırlar. Nəticə, belə deyim, statistika və yaxud da ki, elm bu haqda nə deyir? Baxın, çox maraqlı sizə bir şey deyəcəm. Ümumiyyətlə,
psixoloji hansısa xarakterik xüsusiyyətlərin yaranmasında genlərin rolu çox belə dəyişkəndir. Məsələn, təbii ki, bu müxtəlif xarakterlərdən ya da müxtəlif psixoloji problemlərdən asılı olaraq bu rəqəmlər dəyişə bilir. Amma təxmini bir rəqəm deyəcəm. Uşaqlara əgər genlərin təsiri 75% isə, böyüyəndən sonra o genlərin təsiri 45%-ə qədər düşə bilir. Niyə görə? Çünki eyni zamanda biz sosial canlılarıq və biz böyüdükcə öz dəyərlərimiz formalaşır, öz anlayışlarımız, dünya görüşümüz, təsəvvürlərimiz formalaşır və biz artıq onlara uyğun hərəkət eləməyə başlayırıq. Və dolayısıyla hər nə qədər desək ki, məsələn, sədaqətsizlik genlərdədir falan, amma bu bir şey olmamalıdır, bəhanə olmamalıdır kimlərsə üçün ki, nağarım mənim genim belədir, belə bir şey bəhanə olmaz. Ya da eyni şəkildə sizin dediyinizdə bir bəhanə ola bilməz ki, mən belə görmüşəm, çünki mənim atam da xəyanət eləyirdi, ona görə də mən xəyanət eləyirəm. Belə olmamalıdır. Niyə görə? Çünki insanların şuuru var, ağlı var, biz düşünə bilirik, öz dəyərlərimizi formalaşdıra bilirik. Amma bunun təsiri var, dediyiniz kimi, ilkin etapda heç olmasa. Təsiri var, amma təsirini belə düşünə bilərik. Seçim edən tərəf hər zaman bizik. Bəli. Biz seçim eləyirik ki, mən ailəmdən gördüyüm pis bir şey edəcəm, yoxsa bambaşqa bir şey edəcəm. Belə deyim, genlərimizə qalib gələ bilirikmi? Gələ bilirik. Hətta maraqlı sizə bir şey deyəcəm. Bayaq necə ki, mən dedim ki, bu xəyanət edib etməmək vazopressin hormonuna bağlıdır. Bəli. Araşdırmalar nə göstərir? İnsanlar evləndikdən sonra vazopressin hormonu miqdarı dəyişə bilir. Yəni xəyanətkar bir insanı, məsəl üçün subay vaxtı çox gəzən bir kişini evləndikdən sonra biz tamamən bir qadına bağlanmış şəkildə görə bilirik. Bəs bu nəyin təsiri iləndir? Nəyin təsiri iləndir? Sevginin. Sevgi, yəni beyin kimyasının təsiri iləndir. Sevgi hökm edə bilirmi insan xarakterinə? Hökm edə bilir. Məsələn, tarixdə bizim gördüyümüz belə nümunələr var ki, bəzi hökmdarlar falan var ki, onlar baxmayaraq ki, olan haqqı var da ki, onlar çoxlu qadınlar olsun, olan həyatında hərəmxanaları olsun falan, amma görürük ki, bir qadına bağlanıb yaşayıblar. Bunu bir çox nümunələr var. Ən məşhuru yəqin ki, bizim Azərbaycanda bu serial çəkiləndən sonra Sultan Süleyman Hürrəm olmuşdu ki, həqiqətən bu tarixdə də çox belə özünə yer alan bir şeydir ki, adam istədiyi qədər əslində ola bilər, başqa qadınlarla münasibət yaşaya bilər, amma çox bağlanır bir qadına Hürrəmlə tanış olduqdan sonra, Aleksandra ilə tanış olduqdan sonra bağlanır və bir-iki istisnalar xaricində demək olar ki, başqa qadına baxmayıbdı bütün ömrü boyunca. Bu nədir? Bu artıq sevginin və ümumiyyətlə sevgi bilirsiniz, sevgi bəzən kifayətsiz qalan bir sözdür bir münasibət üçün. Yəni münasibətin yaxşı olması üçün sevgi şərtdir, amma kifayət deyil. Başqa şeylər də olmalıdır bunun yanında. Xəyanətə aparan yol varmı, yoxsa bu planlıdırmı? Sevən insan ilk aşiq olduğu dövrlərdə, ilk o nə deyirlər, başının havada, bəli, başının havada olduğu dövrlərdə ümumiyyətlə heç vaxt düşünmür axı xəyanət haqqında. Xəyanət haqqında düşünən romantik olmayan kişilərdir. Belə deyək, romantik kişi ya da hər hansısa bir kişi, qadın romantik dövrdə ümumiyyətlə xəyanət haqqında düşünmür. Məsələ harda başlayır? Ümumiyyətlə biraz münasibətdən sonra ya da evlilikdən sonra fərqi yoxdur, evlilik olmasa da onlar biraz üstündən zaman keçdikdən sonra o romantik başın havada uçuşduğu dövrlər arxada qalmağa başlayır. İnsanlar bəlkə daha çox quru məntiqlə düşünməyə başlayırlar və bu zaman nə baş verir? Göz sağa sola baxmağa başlayır. Ona görə də xəyanət bilirsiniz problem deyil. Xəyanət hansısa problemin nəticəsidir. Bizim bu maraqlandırır ki, niyə xəyanət elədi? Xəyanət eləyən bir insanı onun yoldaşı günahlandıra bilər, sən mənə bunu necə edə bilirsən falan deyib günahlandıra bilər. Amma biz kənardan baxan insanlar, xüsusən də mən psixoloq, onu deyə bilmərəm, necə elədim belə bir şey, ayıb olsun falan. Məni o maraqlandırır ki, niyə xəyanət elədi? Və burada qarşımıza nə çıxır? Münasibətin yaxşı olması üçün iki şeyin hər zaman ödənməsi lazımdır. Bir, emosional tələbatların, iki, seksual tələbatların. Söhbət nədən gedir? Emosional tələbatlar, yəni insan öz yoldaşını, fərqi yoxdur kişi, qadın, öz yoldaşını, sevgilisini, romantik münasibətdə olan hər hansı bir insanı
həqiqətən də həmdəmi, sirdaşı, ondan nələrsə danışa biləcəyi, bölüşə biləcəyi, bəlkə hobbilərini paylaşa biləcəyi, maraqlarını paylaşa biləcəyi, nəsə maraqlı diskussiya edə biləcəyi insan olaraq görməlidir. Bu bir. Və eyni zamanda onu bir dəstəkçi olaraq görməlidir. Bu emosional bağlar üçündür. Bu emosional tələbatların ödənməsi üçündür. 2. Seksual tələbatlar və bu mövzuya mən biraz da dəymək istəyirəm. Niyə görə? Çünki Azərbaycanda bununla bağlı bilirik, bu sekslə bağlı tabu var. İnsanlar hətta bu kəlməni belə çox rahatca işlədə bilmirlər ağızlarında. Amma bu belə olmamalıdır. Necə? Ən azından, indi hər şeyi qoyuram qırağa, hər kəsin dəyərləri, inancları fərqli ola bilər. Amma ən azından ailə içində hər hansısa bir seksual tabu olmamalıdır. Amma belə bir vəziyyət yaranır ki, bir çox hallarda qadınlar öz yoldaşlarına cinsəl münasibət istədiklərini deyə bilmirlər. Çünki düşünürlər ki, o mənə əxlaqsız kimi görəcək. Kişilər hansısa fantaziyalarını eləyə bilmirlər. Düşünürlər ki, yox, bu imenni gedib başqa yerdə eləmək lazımdır. Öz yoldaşımdan olmaz. Absurddur. Niyə? Və bu cür tabulardan doğur ki, insanlar öz istədikləri seks həyatını yaşaya bilmirlər öz ailələrinin içində. Və belə olduqda, bax, bu cür əgər hansısa cəmiyyətin tabuları, cəmiyyətin o sərhədləri sənin yataq otağına qədər girirsə, sən nə edəcəksən? Sən məcbur olacaqsan sənə aid olmayan yataq otağına girəsən. Bu böyük səbəbdir deyirsiniz xəyanət üçün. 100%. Bəs əgər belədirsə, cəmiyyətimizdə niyə kişi xəyanəti hələ də siz dediyiniz kimi dırnaq içində başa düşülən, qadın xəyanəti isə qəddarlıqla cəzalandırılmaq istənəndir? Əgər hər şey doğrudan da qarşı tərəfin münasibətinə bağlıdırsa. Və bütün dünyada, bütün tarixi dövrlərdə bu belə olubdur. Kişilərin, baxırıq məsəl üçün, bütün hökmdarlar, bütün nə bilim, hardakı iqtidara çatmış, gücə çatmış, bunu bacara bilən kişi olub, o həmişə çoxlu qadın olubdur. Amma bütün dövrlərdə, bütün tarixi zamanlarda, bütün ölkələrdə, bütün coğrafiyalarda xəyanət eləyən qadın həmişə aşağılanıbdır, pis baxılıbdır. Yəni bu tradition, bu ənənə daha 100 illər, 1000 illər boyunca var. Bizim beynimizə işləyibdir. Səbəb də patriarxal sistemdir. Hər hansı bir bioloji səbəb falan yoxdur. Sosial patriarxal sistemin mövcudluğu. Siz təsəvvür eləyin ki, deyək ki, bundan 100 il, 200 il əvvələ getsək və siz desəz ki, qadın təhsil almalıdır, sizə siz necə baxarlar? Başdan xarab kimi baxarlar ki, elə bil ki, mən desəm ki, hal-hazırda bu masanı mən aparıb işə düzəltməliyəm, necə mənə hər kəs dəli kimi baxarsa, siz 200 il əvvəl deyəndə ki, qadın təhsil almalıdır, 300 il əvvəl, hər kəs sizə elə baxırdı, heç kimin ağlına gəlmir ki, həqiqətən qadın təhsil ala bilər, qadın bir əşya idi, alınıb satılırdı nəticədə, düzdürmü? Və bu təbii ki, səhv bir şeydir və təbii ki, həm mənəviyyat cəhətdən, həm də məntiq cəhətdən yanlış bir şeydir. Amma siz fikirləşin, bundan 300 il əvvələ qədər, 200 il əvvələ qədər heç ağıllı, mərhəmətli, demokratik insanlar yox idi mu? Var idi. Onların belə ağlına gəlmirdi bu demək olar ki, bu sistem işləyirdi qadınlara əşya kimi baxılması məsələsi. Hətta qadınlara sual qoyulanda ki, bəlkə qadınlarda səs versin deyiləndə hər kəs belə qarşı çıxırdı ki, çox insan, o nə deməkdir, qadın kimdir ki, səs versin? Dəyişə, qadınlar səs versin, qadınlar işləsin, qadınlar kişilərlə eyni maaş alsın, təhsil alsın və s. Bu günlərə gəlib çıxmışıq. İndi bu biraz təbii ki, yenə də inkişaf etdirilməlidir. Amma təbii ki, burada da başqa suallar çıxır, başqa sistemi ona uyğunlaşdırmaq lazımdır və s. Bu, yəqin ki, bəlkə başqa bir mövzunun şeyləridir. Amma dediyim kimi, və nəinki, baxın, bunu keçmərəm də, hadi keçək deyək ki, başqa bir şey mən demək istəyirəm. Ümumiyyətlə, bizim kimi cəmiyyətlərdə, şərq cəmiyyətində kişinin kişiliyi onun nə qədər qadınla yatması ilə ölçülür, ya da ümumiyyətlə nə qədər erkən yaşda cinsi təcrübə yaşaması ilə ölçülür. Siz təsəvvür edin, baxın, məsəl üçün, gəlin mən sizə bir şey deyim, bizim bəlkə izləyicilərin də, sizin də oxuduğu bir kitab var, Qirayətçi. Bəli. Orada baxın belə bir şey olur da, əgər mənim səhv yadımda qalmayıbsa, çünki mən onu təxminən bir 10 il əvvəl oxumuşam, səhv yadımda qalmayıbsa oğlanın 14 ya 15 yaşı olur və o bir qadından, bəli, yeniyetmə yaşı olur, bir qadınla cinsi münasibət yaşayır və hansı ki o məktəbdə heç kim belə bir şey yaşamayıbdı hələ ki o ilkdir. O bunu gizlədir, demir.
onlara. Amma gəlin eyni şey Azərbaycanda düşünək. Azərbaycanda necə olacaq belə bir şey? Heç bu kitabı oxuyanda ağlınıza gəlib ki, o niyə gizlədir? Axı bizdə heç kim gizlətməz. Bizdə belə bir şey olsa hamı bilərdi. Niyə görə hamı bilərdi? Çünki o fəxrlə izah eləyərdi. Problem bundadır ki, bizdəki bu kişilik anlayışı daha çox vurğu eləməlidir mənəviyyata, vicdana, əxlaqi davranışlara, nəinki bir qadından yatmağa ya da ümumiyyətlə belə bir təcrübə yaşamağa. Fuad bəy, onda sizdən soruşuram. Psixoloq olaraq xəyanəti necə əxlaqlılıq və əxlaqsızlıq adlandıra bilirsinizmi? Bəs Fuad olaraq ayrıca psixoloqluğu qoysaq kənara, xəyanəti tərifi sizdə nədir? Bu çox dilemmalı bir sualdır. Niyə görə? Çünki burada mən həm psixoloq olaraq, həm də Fuad olaraq iki fərqli fikir söyləməliymişəm kimi görünür. Bilmirəm, bəlkə də fikriniz eynidir. Amma ikisi eyni vücuddadır axı, nəticədə bir beyin düşünür bunu. Ona görə bu suala belə cavab vermək istəyərdim. Mən psixoloq olaraq və illərdir təcrübələr, həm praktik psixoloq, çünki mən pasiyentlər görürəm, həm apardığım tədqiqatlarda bütün bunlardan gəldiyim nəticələr budur. Ümumiyyətlə əxlaqlılıq və əxlaqsızlıq üzərinə ehkam kəsmək haqqım yoxdur və ümumiyyətlə mən düşünürəm ki, heç bir insanın belə bir haqqı yoxdur. Mən bilmirəm əxlaqlılıq nədir, əxlaqsızlıq nədir. Çünki insanların çoxunun və cəmiyyətdə əxlaqsızlıq kimi qəbul edilən bir çox davranışı sərgiləyən insanla danışan zaman siz onun hansı emosional boşluqları, hansı çətinlikləri və onu buna məcbur edən faktorları gördükcə istər-istəməz empatiya yaradırsınız. Əgər təbii ki, belə bir qabiliyyətiniz varsa, emosional intellektiniz inkişaf eləyibsə, qınamaq başa düşməməkdən doğan bir şeydir həmişə. Kimlər qınayır? Başa düşməyən insanlar və bayaq dediyim kimi emosional intellekti inkişaf eləməyən insanlar. Mən çox şükür ki, fikirləşirəm ki, mənim empatiya qabiliyyətim var və ona görə də insanları hər zaman başa düşən tərəfdəyəm və psixoloq olaraq bunu eləməyə də məcburam. Çünki əks halda mən pasiyentlərə yardım eləyə bilmərəm. Mən bütün təhsilim, elmi fəaliyyətim, təcrübələrim məni buna yönləndirir. Amma Fuad olaraq mənim Fuada yaraşdırmadığım şeylər var və Fuadın həyatında olmasını istədiyim və olmamasını istədiyim şeylər var. Bu Fuadın artıq məsələsi olur, amma Fuadın qaydaları bütün insanların qaydaları deyil və hər kəs buna əməl etmək məcburiyyətində deyil təbii ki. Bir dəfə oxumuşdum ki, sevgisiz böyüyən uşaqlar da xəyanətə meylli olurlar, çünki onlar sevgi axtarışında olurlar. Bu nə qədər doğrudur? Doğru ola bilər. Bu cəhətdən mən yenə demək istəyirəm, baxın, bu sevgisiz böyüyən uşaqlar falan belə günahın uşaqlığın boynuna atılmasının bir psixoloq olaraq əleyhinəyəm mən və düşünürəm ki, həmişə insanın şuurunda, həmişə insanın düşüncələrində, qərarlarında, seçimlərində, dəyər sistemində və inanclarında biz axtarmalıyıq problemi və problemin həllini. Amma bunu demək istəyirəm, bəli, özünü tənha hiss eləyən bir insan, sevgisiz hiss eləyən bir insan bəzən o qədər çox bunu hiss eləyə bilər ki, bir neçə saatlıq da olsa nəsə kimsə istəyər ki, onun yanında olsun və bilirsiniz, məsəl üçün bir çox Avropa ölkəsində belə demək mümkündürsə iş mövcuddur ki, siz pul qarşılığında insanları dəvət eləyə bilirsiniz ki, sizlə qucaqlaşıb yatsınlar. Heç bir cinsi münasibət yoxdur, heç nə vəbşirət yoxdur, adicə öpüşmək falan da yoxdur. Sadəcə qucaqlaşıb yatmaq üçün insanlar kiməsə pul ödəyirlər. Və siz düşünə bilirsinizmi bunu edən insanların tənhalıq səviyyəsini? Bəs xəyanəti bağışlamaq empatiya gücüdürmü, gücsüzlükdürmü, yoxsa tam əksinə? Empatiya gücünün çoxluğu başa düşmək, daha güclü olmaq deməkdirmi? Məsələn, mənim fikrim belədir ki, xəyanəti bir dəfə edən yenə edəcək və xəyanəti bağışlamaq sadəcə vaxt itkisidir və yaxud da ki, özünə hörmətsizlikdir. Bu mənim şəxsi fikrimdir. Psixoloq deyiləm, heç bir başqalarının fikrinə təsir gücüm yoxdur. Hansısa rəfiqəm və dostum xəyanətə uğrayanda, bunu məndən soruşanda heç bir şəkildə məsləhət vermirəm. Amma özümün şəxsi düşüncəm odur ki, xəyanəti bağışlamaq vaxt itkisidir, bağışlamaq olmaz və xəyanət edən bunu bir də, bu acını, bu hörmətsizliyi sənə bir də edəcək. Bəs psixoloq
olaraq siz nə deyirsiniz? Niyə bu sualı verirəm? Çünki siz həm də Avropa ölkələrində, ölkəmizdə tədqiqatçısınız. Yəni tədqiqatlarınız bu haqqda nə deyir? Xəyanəti kim bağışlayacaq, kim bağışlamayacaq, bu hər kəsin öz işidir təbii ki. Yenə deyirəm, bununla bağlı ehkam kəsmək haqqını özümdə görmürəm. Mən xəyanəti kiməsə bağışla da deyə bilmirəm. Bağışlayana sən zəifsən, nə bilim özünə hörmət eləmirsən də deyə bilmirəm. Yəni bağışlayanı da başa düşürəm, bağışlamayanı da başa düşürəm və kimə necə rahatdırsa, kimin içinə necə uyğundursa, o cür eləsin. Bilirsiniz, baxın, məsələ var. Biz qərar verərkən hər zaman baxırıq variantların avantajlarına və dezavantajlarına və heç bir insan, belə bir şey yoxdur ki, bir insan üçün keçərli olan şey başqa insan üçün də keçərli olsun. Bəlkə bir qadın, bir kişi var ki, o hər iki variantın avantajlarına və dezavantajlarına baxır və anlayır ki, o belə xəyanəti bağışlasa yaxşıdır. Amma bəlkə başqa bir insanın şərtləri və bütün ümumiyyətlə situasiya fərqlidir, imkanları, resursları fərqlidir və o iki varianta baxanda anlayır ki, yox, xəyanəti bağışlamamaq lazımdır. Hər iki tərəfin özünə görə haqlı səbəbləri var və siz əgər xəyanəti bağışlayanı qınayırsınızsa, siz bilə bilməzsiniz ki, onun yerində olsaydı siz necə davranardınız? Bəlkə siz də elə eyni qərarı verərdiniz. Bu məsələnin digər yanı. Amma başqa bir şey də demək istəyirəm burada. Ümumiyyətlə, nəinki xəyanətdə və nəinki romantik münasibətlərdə, istənilən sosial münasibətlərdə işləyən bir qayda var. Sosial münasibətlər zaman içərisində formalaşır, düzdür? Dostluq da zaman içərisində formalaşır, nə bilim, sevgi də zaman içərisində formalaşır. Bu belə olmur da ki, siz deyirsiniz ki, gəl bu gündən biz qardaş kimi dost olaq, ya da belə olmur ki, siz deyirsiniz ki, gəl bu gündən biz bir-birimizi çox sevək. Bu yavaş-yavaş zaman içərisində formalaşan bir şeydir və zaman içərisində bu formalaşan zaman eyni zamanda hər iki tərəfin öz qaydaları, öz olmazları, qırmızı çizgiləri falan da görünməyə başlayır, formalaşmaya başlayır və burada artıq qərar vermək lazımdır ki, mən nəyi qəbul edirəm, nəyi qəbul eləmirəm. Biz bir-birimizin qırmızı çizgilərinə, o sərhədlərə, o olmazlara okeyikmi, yoxsa göz yumduqmu, yoxsa nə bilim, ümumiyyətlə fikirləşdik ki, gələcəkdə düzələr. Və bax, bu insanların, xüsusilə qızların elədiyi bir səhvdir. Qızlar belə düşünürlər, mən sevgimlə onu, məsələn, adam deyək ki, çox belə aqressiv bir insanla, ona əl qaldıran bir insandan ya da dəfələrlə xəyanət edən bir insanla sevgilidir bir qız və düşünür ki, mən onu sevgimlə düzəldəcəm. Xeyr, siz heç kimi dəyişə bilməzsiniz, hələ sevgi ilə, yəni bəlkə psixoterapiya ilə nəsə eləmək olar. Ona görə də yəni mən onu sevgimlə, sən onu sevgi ilə düzəltməyə çalışanda elə öz sevgi qabiliyyətini də itirəcəksən o sənə verdiyi zədələr üzündən. Ona görə də heç bu topa girməmək lazımdır və nəticə belə işləyir. Bir şey əgər qəbul eləmisənsə, artıq sabah gün onu mən qəbul eləmirəm demək haqqını itirmiş olursan bir növ. Çünki sən indiyə qədər, sən bilirsən ki, bu kişi sənə, nə bilim, indiyə qədər 5 dəfə xəyanət eləyib və sən bunu bilmirsən, 6-cıda sən səs çıxarırsansa, nə oldu? Yəni bəs sənə qədər xəyanətkar olan birinin nə deməkdir sənə qədər? Yəni belə deyim, sən bu insanla evli deyilsən, bu kişi ilə evli deyilsən, eşitmisən ki, bunun həyatında dəfələrlə müxtəlif xanımlar olub. Onun sənə olan sevgisi, onun xəyanət hissini öldürə bilərmi? Yəni elə bir sevgi yaşaya bilərmi ki, xanım və yaxud da ki, bəy o öz xarakterini, öz xəyanət etmə duyğusunu itirsin? Məsələn, sizin verdiyiniz misal üzərindən getsək, xanım və kişi üzərindən gedirik də. Ümumiyyətlə, bir kişinin, deyək ki, evlənən zaman ya da bir romantik münasibətə başlayan zaman o münasibətdə yaxşı partnyor olması üçün onun indiyə qədər təcrübələrinin olması lazımdır və o artıq nələrsə anlamalıdır, qadınlar necə insanlardılar, onlarla necə davranmaq lazımdır və s. Ona görə də əgər sən istəyirsənsə ki, sən yaxşı sevgilin olsun ya da yaxşı ərin olsun, yaxşı olar ki, onun bir keçmiş təcrübəsi olsun, bu qaçılmazdır. Əks halda bir yerdən nələrsə öyrənək, əmin ol ki, istəməzsən bunu ki, sən belə də belki sıfır bir insandansan və ikiniz də o münasibətdə, nə deyərlər ona, bilgisizsiz və yəni əmin olun ki, istəməzsiniz. Bu da seçimdir, bəlkə istəyənlər də var. Bilmirəm, mən psixoloq olaraq belə olduğunu düşünmürəm. Düşünmürsünüz. Çünki bunun başqa tərəfləri də var. Baxın, axı bir təcrübəsiz kişi əgər heç bir
qadın olmayıb son həyatında. Bəs yaxşı o necə oldu ki, ümumiyyətlə sənin həyatıva girə bildi? Sənin necə əgər bunu eləyə bildisə başqaları da olardı da indiyə qədər, düzdür? Demək ki, burada bir sosial bacarıqsızlıq da var əslində. Ona görə yəni bir çox faktor var demək istəyirəm ki, əgər kişi müəyyən bir yaşa çatıbdı və yoxdur. Söhbət getmirdi indi 18 yaş, 20 yaşdan müəyyən bir yaşa çatıbdı, amma yoxdur. Niyə yoxdur? Bu bir problemin göstəricisi ola bilər. Hətta ki, bunun sosial bacarıqları yoxdur, ya bəlkə başqa insanlarla necə davranmağı bilmir, hər hansısa yəni ciddi psixoloji pozuntusu ola bilər və s. və ilə axır. Ona görə də yəni mən məsələyə bu cür baxılmasını istəməzdim və mən ümumiyyətlə də düşünmürəm ki, qadınlar üçün də çox da önəmlidir kişinin keçmişi. Çünki qadınlar daha çox kişinin gələcəyinə baxırlar. Sevgi bir kişinin xəyanətinə təsir edə bilirmi? Sevən zaman birinci mərhələsi sevgidir. İkinci mərhələsi dediyim o emosional və seksual tələbatların ödənməsi. Bunlar yaxşıdırsa, əlbəttə onun xəyanət dürtüsünü bastıracaq içində. Əgər bağışlamaq başa düşüləndirsə, biraz da belə desəm, alqışlanandırsa, niyə biz bağışlayan qadını yüksəldirik? Bağışlayan, xəyanəti bağışlayan kişini isə alçalda bildiyimiz qədər alçaldırıq. Mən düşünürəm ki, ümumiyyətlə özəlliklə qadınlarla bağlı bu tendensiya biraz dəyişibdir. Yəni tam tərsinə məncə xəyanəti bağışlayan qadın daha çox alçaldılır indiki dövrdə. Nəinki qəbul edən, qəbul etməyən daha çox belə qəhrəmana çevrilir. Məncə müasir dövrdə belədir və hansının yaxşı, hansının pis olduğunu mən dediyim kimi deyə bilmirəm. Bu cəhətdən deyə bilmirəm, çünki hər kəs də fərqli işləyir. Kimin üçünsə doğru olan budur, kimin üçünsə başqa variantdır. Amma xəyanəti qəbul edən kişini niyə alçaldırıq? Aydın məsələdir, çünki şərq cəmiyyətində bu cür kişilik anlayışının ümumiyyətlə belə şeylərdən keçməsi səbəb olur ki, deyirsin ki, məsəl üçün kişi ümumiyyətlə nəinki bağışlamağa, hətta bir çox hallarda biz şahid oluruq ki, xəyanətə görə kişi qadını boşayanda ona pis baxırlar. Niyə ki, sən onu öldürməliydin? Sən onu ya döyməliydin, başqa nə cürsə aqressiya göstərməliydin də, yanaşma budur. Bilmirəm, məncə ümumiyyətlə kim qəbul edir, kim qəbul etmir, bu onun öz işidir. Amma seçim nə olursa olsun sivil yollarla həll eləmək lazımdır və bunun üçün də təhsil, ağıl, savad, dünya görüşü qazanmaq lazımdır ki, sən öz ilkel dürtülərini bastıra biləsən və eyni zamanda baxın maraqlı bir şey deyəcəm sizə. Bu son cümləm xəyanət mövzusuna da aiddir. Çünki bayaq da dediyim kimi biz artıq ən azından Homo sapiens yaranandan bu yana son 200 min il ərzində ki, xüsusilə monoqamiyaya daha çox önəm verən canlılar olmuşuq və biz indi xəyanətə meyl eləyəndə əslində daha belə ilkel dürtülərimizə meyl eləmiş oluruq və bu baxın səhvdir, əxlaqlıdır, əxlaqsızdır. Bunu qoyaq kənara. Buradakı ən böyük problem nədir? Münasibətə zərər verməsi və burada söhbət ondan getmir ki, qarşı tərəf bunu bilir, yoxsa bilmir. Sən başqa bir kişi düşünün, başqa qadınlarla gəzirsə, yatırsa, durursa, artıq öz yoldaşına qarşı onun marağı azalmağa başlayacaq və bu nəyə səbəb olacaq? Münasibət korlanır, sən bəlkə onu görmək istəmirsən, çünki başqa daha gözəl, daha cazibədar qadınlar var sənin ağlında, onları fikirləşirsən, amma bu sənin ailəndir axı. Sən öz ailəvin içərisində hüzurlu olmayandan sonra, ürəyin sıxılandan sonra da nə mənası oldu? Nəticədə nə olur? Özünə pislik eləmiş olur. Ona görə də mən bunu demək istəyirəm. Xəyanət eləyən insan, fərqi yoxdur, romantik partnerinə qarşı eləyir, yoxsa dəyərlərinə qarşı eləyir, dostuna qarşı eləyir, vətəninə qarşı eləyir, fərqi yoxdur. Xəyanət eləyən bir insan sadəcə özünə pislik eləmiş olur, sadəcə özünü qaranlığa sürükləmiş olur. Necə ki biz xəyanətə məruz qalmaq istəmirik, eləcə də başqasına xəyanət etməkdən çəkinməliyik deyə düşünürəm. Əlbəttə bu mənim fikirlərimdir. Məncə xəyanət haqqında daha dərin fikirləri psixoloqumuz dedi. Çox sağ olun gəldiyinizə görə. Görüşərik.